fikirləşmisinizmi ki, borc içində olan, gələcəyə heç bir ümidi qalmayan bir insan cəmi 5 ilə necə milyonçu ola bilər? Bax, bu Bob Proctor'un real hekayəsidir və bugün biz onun həyatını kökündən dəyişən sirləri birlikdə araşdıracağıq. Bu sitat elə bil ki, Bob Proctor'un hekayəsi üçün yazılıb. Çünki Ray Stanford adlı bir insan onun həyatına daxil olanda, o sadəcə bir nəfər değildi. Proctor'un bütün dünyasını dəyişən bir insan oldu. Gəlin bir anlıq zamanda geri gedək. Təsəvvür edin, il 1961-dir. Bob Proctor'un həyatı demək olar ki, bir dalana dirənib, çox az təhsili var, mənasız, perspektivsiz işlərdə çalışır və boynuna qədər borcun içindədir. İndi isə baxın bu inanılmaz dəyişimə. Cəmi 5 il ərzində hər şey 180 dərəcə dəyişir. 1961-ci ildə borc içində olan həmin adam, 1966-cı ildə artıq ildə 1 milyon dollardan çox pul qazanırdı. Və bütün bu möcüzənin başlanğıcı sadəcə bir kitab idi. Yaxşı, amma bu necə mümkün oldu axı? Bu sual təkcə bizim deyil, Proctor'un özünün də beynini növbəti 10 il boyunca məşğul etdi. O bilirdi ki, o qədər də yüksək təhsilli və ya bir dahi deyil. Bəs bu inanılmaz dəyişikliyin əsl səbəbi nə idi? O, bu sirri tapmalıydı. Və o tapdı. Amma bu asan olmadı. Onun bu transformasiyanın, bu dəyişimin arxasında duran prinsipləri tam dərk etməsi üçün tam 9 il dayanmadan araşdırma aparması lazım gəldi. Bütün bu kəşflərini isə daha sonra Sən Zəngin Dolmusan adlı kitabında bütün dünya ilə paylaşdı. Elə isə gəlin Proctor'un kəşf etdiyi o güclü prinsiplərin dərinliyinə başvuraq və hər şeyin təməlindən, pul haqqında düşüncə tərzimizdən başlayaq. Bir saniyəlik dayanın və özünüzə bu sualı verin. Mənim neçə fərqli gəlir mənbəyim var? Bax, bu sadə sual var-dövlət yaratmağın ən böyük sirrini açmaq üçün ilk açardı. Və budur ilk böyük prinsip. Əsl zənginlik bir işdə daha çox, daha gərgin işləmək demək deyil. Əsl zənginlik sən yatanda belə sənə pul gətirən sistemlər, yəni çoxsaylı gəlir mənbələri qurmaqdır. Yaxşı, bəs bu gəlir mənbələri haradan yaranır? Hər şey beyində, bir ideya ilə başlayır. Proctor danışırdı ki, babası ilk dəfə deyircəkli qələmi görəndə buna möcüzə kimi baxmışdı. Amma bir şeyi unutmayaq. O qələm real olmamışdan əvvəl kiminsə beynində sadəcə bir təsvir, bir xəyal idi. Bax, bizi digər bütün canlılardan fərqləndirən əsas gücümüz də elə budur. Heyvanlar mövcud mühitə uyğunlaşmağa çalışır. Amma biz, İnsanlar öz mühitimizi özümüz yaradırır. Bizim reallığı formalaşdırmaq kimi bir super gücümüz var. Düşüncə tərzindən biraz daha dərinə gedirik. İndi isə Proctor'un kəşf etdiyi və uğuru idarə edən o görünməz qanunlara nəzər salaq. Bunlar sadəcə fəlsəfə deyil, kainatın dəyişməz qaydalarıdır. Proctor'un ən çox bəhs etdiyi qanunlardan biri titrəmə qanunudur. Gəlin sadə bir misalla izah edim. Təsəvvür edin, sevdiyiniz bir radio verilişinə qulaq asmaq istəyirsiniz. Nə etməlisiniz? Əlbəttə ki, radionu düzgün tezliyə kökləməlisiniz. Proctor'a görə həyat da eyni ilə belədir. Arzuladığınız şeylərlə, məsələn zənginliklə, eyni titrəmə tezliyinə köklənməlisiniz. Yəni, zehniniz və hissləriniz kasıblıq tezliyində titrəyə-titrəyə zənginliyi cəlb edə bilməzsiniz. Və düşünməyin ki, bu sadəcə bir fərziyyədir. Kosmos proqramının banisi, dahi Werner von Braun'un bu sözlərinə bir qulaq asın. Bu, kainatın dəqiq, riyazi bir mexanizmidir. İndi isə gəldik çoxlarımızın yanlış bildiyi bir məqama, risk. Bizə həmişə deyirlər ki, ehtiyatlı ol. Amma Proctor'a görə həddindən artıq ehtiyatlı olmaq əslində monoton və sıxıcı bir həyat yaşamaq üçün ən böyük riskdir. Helen Keller'in də dediyi kimi, həqiqi mənalı bir həyat yaşamaq istəyiriksə, bəzən hesablanmış risklər almaqdan çəkinməməliyik. Təhlükəsizlik axtarışı çox vaxt bizi olduğumuz yerdə saxlayır. Yaxşı, indi isə gəlin uğurdan uğursuzluğu ayıran o son, həlledici elementlərə baxaq. Ən maraqlısı da odur ki, bu ikisi arasındakı fərq heç də düşündüyümüz qədər böyük deyil. Proctor buna ülgüc tiyesi effekti deyirdi. Yəni, qazanmaqla uduzmaq arasındakı o xətt o qədər nazikdir ki, çox vaxt hər şey dəyişən şey, nəhəng bir addım yox, sadəcə münasibətdə və ya hərəkətdə edilən kiçicik, az qala görünməz bir dəyişiklik olur. Bax, bu qum saatı metaforası həyata baxışımızı tamamilə dəyişə bilər. Keçmiş, yəni aşağıdakı qum, artıq gedib, onu dəyişə bilmərik. Gələcək, yuxarıdakı qumu isə hələ bizdə deyil. Əlimizdə olan yeganə şey indiki andır. Ortadakı o tək qum dənəsi.
Proktorun nənəsi 60 yaşında artıq həyatım bitdi deyirdi, amma 94 il yaşadı. Yəni o 34 ilini boş yerə narahat olaraq keçirmişdi. Steve Jobsun bu məşhur sözləri də əslində eyni şeyi deyir. Keçmişə ilişib qalmaq təhlükəlidir, irəli gedərkən isə sadəcə prosesə güvənmək lazımdır. Nöqtələr sonda öz-özünə birləşəcək. Və nəhayət, sonuncu, amma çox vacib bir qanun. Boşluq qanunu. Təbiət boşluğu sevmir. Yəni, həyatınıza yeni, daha yaxşı şeylərin daxil olmasını istəyirsinizsə, ilk növbədə köhnə, sizi geri çəkən şeylərdən imtina edib, onlar üçün bir boşluq, bir yer yaratmalısınız. Bu, həm fiziki, həm də zehni bir təmizlik kimidir. Və bütün bu prinsiplərin sonunda hər şey bir şeyə gəlib çıxır, qərar vermək. Uğurlu insanlar tərəddüd etmirlər. Onlar qərarı tez verir və verdikləri qərarın arxasında möhkəm dayanırlar. Yaxşı, bütün bunları dinlədiniz. İndi sıra sizdədir. Bütün bu biliklərdən sonra elə bu an, bu dəqiqə öz həyatınızla bağlı hansı qərarı verəcəksiniz? Növbəti adımınız nə olacaq?